Murad abi, indi bir dənə çayla deyirsən, bir dənə qəyriyan çarda. Yəni əvvəla salam. İndi bir dənə eksperiment edirik. Həqiqətən də birinci dəfə də edirik. Yəni bunu lağlağa mənasında eləmirik də. Bir dənə yoxlamaq istəyirik. Ciddi bir şəkildə də görən maraqlı. Çay yarpağı olan tütünlər var da bazarda. Rusiya istehsalı olan çay yarpağı olan tütünlər var. Bizə də maraqlıdır ki, bu çaydır. Bilirik, o tütün üçün nəzərdə tutulmayıb, o şey üçün nəzərdə. Prosta elə belə yoxlayırıq. Bu Mahmud çaydır. Burada da bax şirə sıxmışam tütünlərdən. Buna bax belə qatıram. Bax bu şirəni bax buna belə qatıram. Bu şirənin tərkibində tütünə gedən şirədir. Yəni gliserin, milisilin, zat, hər şey var. Bax bunu belə burada bax beləsini eləyirəm. Belə bu canına hopduram ki, bu şirə bunun canına hopdur. Bəs bu hava kimi olacaq axı? Onu necə eləyəcək? İndi gör nə edəcəm də. Sarmadan xalodlu çay var. Bunu ağırlaşdıracaq. Bir balaca da onu vuracam. Bunu biz çəkəcəyik. İndi bunu belə burada hazırlayırıq. Bax bu bildiyimiz xalis çaydır. Bunu biz çəkəcəyik. Çəkib də nəticəni Həsənin qəyriyanı var, səhifə. O da Muradın qəyriyanı kollektivinin səhifəsidir. Bax orada biz nəticəni hekayə bölməsində göstərəcəyik ki, həqiqətən bu alındı yoxsa alınmadı da. Yəni bizim özümüzə də maraqlıdır. Bəlkə də bu kimlərsə eləyib, amma mən birinci dəfə də eləyirəm. Bu çay bu beləsini düzlüyü qoşduq bura. Deməli bu burada da xalodlu çay. Bu da sarmadandır. Bu tütündür, xalis tütündür. Çünki bunda çay yarpağı zad yoxdur. Bu boş qalan hissəsinə biraz ağırlaşdırmaq məqsədi ilə. Ağırlaşdırmaq deməzdiyim. Hələ mən dəqiq bilmirəm ki, də, yəni burada nəticə nə olacaq? Prosta dedim ki, bir damcı da bundan vurum, həm çayı da effektiv. Özü çay da ətirli çaydır. Bergamot ətri gələn çaydır. Hə, yəni özüm onu şəxsən özüm ondan götürdüm ki, bu daha effektiv bir nəticə ala bilək də. Hələ meyvəli çaylarımız da var. Yəni çox maraqlı gəlir. Həqiqətən yəni texnoloqlar çayın üzərində belə bir şey yarada bilirlərsə, biz niyə yaratmayaq? Belə. Bax belə. Bu çaşkadan istifadə elədim, fanıllardan istifadə elədim ki, yəni o çay yarpağı xırdad deyənə tökülməsin. Üstünə kolod qoyacaq, nəticəni Həsənin qəyriyanında hekayədə baxarsınız. Öpürəm.